Alpaqut döyüş sənəti. Alpaqut, alt döyüşçü, qut müqəddəs deməkdir. Müqəddəs döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan Türk xalqlarının ortaq mədəni dünya görünüşü təmsil və təbliğ edir. Dəyərli tamaşaçılar, bugün biz Alpaqut döyüş sənətindən söhbət açacağıq və burada gənclərimiz məşq eləyir, müəllimlər var burada. İndi birazdan onların da özrək sözlərini, necə oldu idman sevirlər, bu növü məhz Alpaqut idman növünü, sənətini seçiblər. Birazdan hər birini sizlərə təqdim edəcəm. Azərbaycan Alpaqut Federasiyasının bu loqosunun mənası türklərə məxsus qurd, şahin və mavi rəngdir. Alpaqut döyüş sənəti türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Günlərin bir günü bu Türk Dili Dövlətlərinin Parlament Assambleyasında Cənab Prezidentin çıxışı oldu və orada belə bir ifadə işlənildi ki, bizi birləşdirən ortaq dəyərlərin və bizi birləşdirən mədəni tərəflər tapılmalıdır və bunun üzərində çalışmalıyıq ki, biz Türk dilli xalqlar və Türk soylu xalqlar bir-birimizə daha bağlı olaq. O nöqteyi nəzərdən mən də bir idmançı kimi və bir pedaqoq kimi düşündüm ki, öz sahəmdə, yəni ki, bu mənə də aiddir, yəni ki, öz sahəmdə nəsə belə bir ortaq mədəni dəyərləri özündə birləşdirəcək bir yollar tapım. Bu nöqteyi nəzərdən Tatarstanda Altaf Güləhmədov var idi. Vaxtilə 90-cı illərdə Azərbaycanda Qaraqaplan döyüş məktəbini yaratmışdı. Onunla əlaqə saxladım, ancaq məlumat aldım ki, o artıq bu işlərlə məşğul olmur, rəssamlıqla məşğul olur. Sonra Qırğızstanda bir idman növü var idi, Kuluatu adında. O yoldaşlarla biraz əməkdaşlıq elədik, amma onların da belə deyək, biraz bazası zəif olduğuna görə biz imkanlarımızı onlarla bərabər səfərbər eləyə bilmədik. Daha sonra Türkiyə ilə sıx əlaqədə olduq. Bir neçə milli idman, belə deyək, türk döyüş sənəti üzrə inkişaf etməkdə israrlı olan təşkilatlarla və hətta əməkdaşlıq elədik, bir neçə təşkilat işlər gördük. O zaman 2003-cü ildə Oğuz Araşdırmalar Qrupu, Firidun Ağasoğlu, Nizami Cəfərov, Pərviz Elay, Kərəm Məmmədov və digər yoldaşlar var ki, hansı ki, bu işlərdə birbaşa Alpaqut döyüş sənətinin qurulmasında mən o insanlara müraciət etdim, onlardan müəyyən ədəbiyyatlar aldım, oxudum və mütaliə elədim. Bir də dünya standartlarında bir döyüş sənətinin yaranması üçün müəyyən bir kriteriyalar var, yəni ki, tələblər var ki, hansı ki, onlar o proseslər var. Çünki bir döyüş sənət olaraq, həm döyüş sənəti olaraq, həm də bir idman növü olaraq o öz təsdiqini tapmalıdır. Yəni dediyim bu tələblər içərisində. Və elə oldu ki, biz işlədik, çalışdıq və ilk öncə bu Alpaqut döyüş sənətinin konsepsiyasını yaratdıq və o zaman hələ biz buna adı qoymamışdıq bu konsepsiyaya. Alpaqut döyüş sənəti türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün bu idman növünün markası Turan döyüş sənəti, yəni Turan türk soylu xalqların yaşadığı böyük çöl adlanan coğrafiya adlanır. Bu mükəmməl konsepsiyaya, türk dilli xalqların mədəniyyətini, onun döyüş sənətini, onun idman mədəniyyətini özündə birləşdirən bu konsepsiyaya
hansı adı qoymaq olar. Və Qaşqarlı Mahmudun 11-ci əsrdə yazdığı Divan Lüğət Türk əsəri var idi, hansı ki biz bura müraciət elədik və burada Alpaqut adında bir rütbə, belə deyək, ünvan belə deyək, tapdıq ki, hansı ki bu ünvan Divan Lüğət Türk əsərində belə gedir. Düşmənə qarşı tək başına mübarizə aparan və heç bir tərəfdən ələ keçməyən igid. Mən bir neçə müsahibələrimdə bunu demişəm, burada da təkrar edirəm. Bu o obrazın statusudur, hansı ki Qaşqarlı Mahmud tərəfindən verilib. Amma sözün özünün açılımı deyil. Burada tarixçilərin bir çox versiyaları var. Qutsal savaşçı, qızğın savaşçı, qorxmaz savaşçı və s. Amma biz qutsal savaşçının üzərində dayanmışıq. Yəni ki, bu bir çox tarixçilər bunu belə verirlər. O nöqteyə nəzərdən bu adı biz Alpaqut döyüş sənətinə uyğun, yəni bu belə deyək, bu konsepsiyaya uyğun olaraq bildik və bunun markalaşdırmaq üçün biz Mədəniyyət və Turizm Nazirliyindən icazə istədik. Təbii ki, Mədəniyyət və Turizm Nazirliyi bu adı sırf bizə verilməsində, bax bu konsepsiyaya qoyulmasında icazə verdi. Məşq zamanı iki gözəl qızımızı gördük. Qızlar da iştirak edir. Öz də Alpaqut döyüş sənəti biraz çətindir, ağırdır. Amma biz qızlarımıza incə deyirik, incədir. Qızlar incəliyi, zərifliyi daha çox sevirlər. Onlara o zəriflik yaraşır. Amma bu ağır döyüşdə görək bu qızlarımız nə deyəcək. Salam. Salam. Adı? Ramidə. Ramidə Abdullayev. Neçə ildir bu idman növündən məşğulsan? 4-5 il olar. 4-5 il olar. Çətin deyilsən? Xeyr, çətin deyil. Çox asan. Asan. Məhz niyə Alpaqut döyüş növünü, bu sənəti seçdin? Çox marağım var idi 6 yaşımdan. Onun üçün mən də öyrənmək istədim. Sən də yaxın gəl. Gəl. Adın nədir? Əsədzadə Balım. Neçə yaşın var? 14. Necə oldu sən bax bu sənəti, bu idman növünü seçdin? Maraqlı idi çox. Baxırdım çox. Çox maraqlı gəlir. Hə. Çətin deyilsən. Xeyr. Sən neçə ildir gəlirsən? 3 il. 3 il. Tam bilirsənmi, yoxsa hələ öyrənirsən? Tam bilirəm. Tam bilirsən. Bütün növləri bilirsən. Yarısını belə. Sizin hər ikinizə uğurlar arzu edirəm. Doğrudan da bizim qızlar fərqi yoxdur. Bizim gənclərimiz Azərbaycan bayrağını dünyanın bütün ölkələrində o zirvələrə qaldırmaq və dünyanın hər yerindən Azərbaycanımıza bax o qızıl, gümüş fərqi yoxdur. Hər bir medalı gətirmək Azərbaycan üçün və onlara əziyyət çəkən müəllimlər üçün də fəxirdir. Hamısı uşaqların gənclər. 14, 15, 16 yaşlarındadır və aralarında iki gözəl bizim qızlar da var və məhz Alpaqut döyüş növünü seçirlər, bu sənəti seçirlər. Öncə bir müəllimlə tanış olaq. Adınız? Rafiq Qasımov. Neçə ildir bu döyüş fəaliyyət göstərir Alpaqut? Alpaqut döyüş sənəti 8 ilini ötübdür ki, yəni 9-cu ildədir ki, meydana gəlmişdi. Alpaqut duran döyüş sənəti tək Azərbaycanda yox, belə deyim, ümumi Türk dünyasında, Türk dilli xalqlar arasında beynəlxalq arenalarda, beynəlxalq yarışların, dünya çempionatlarının, Avropa Asiya çempionatlarında beynəlxalq yarışların keçirilməsinə nail olan, beynəlxalq arenada nümayiş etdirilən yeganə döyüş sənəti Türk dilli xalqlara və xüsusən Azərbaycana məxsusdur. Yəni bu 8 ildir Alpaqut varkən elə biz də 8 il Alpaqutla məşğul oluruq. Beynəlxalq yarışlarda iştirak etmişsiniz? Bəli, beynəlxalq yarışlarda klublarımız, tələbələrimiz, idmançılarımız çox iştirak edirlər.
xeyli nailiyyət verən tələbələrimiz olub. Dünya çempionları, Asiya çempionları, Dünya Kubokunun qalibləri. O pasport deyilən bir şey var da, bir insan dünyaya gəlir, onun məsəl üçün doğum haqqında şəhadətnaməsi olur. Daha sonra bunun kimliyi olur, belə deyək, şəxsiyyət vəsiqəsi, daha sonra bunun xarici pasportu olur və bu adam dünyaya çıxa bilir. Bir çox ölkələrdə məsəl üçün Alpaqutun federasiyaları var, assosiasiyaları var, klubları var və eyni zamanda da elə bir ölkələri var ki, hansı ki onlarda belə deyək, federasiyalar, hansı ki başqa adlar olan federasiyalar bu Alpaqut döyüş sənətini öz içərisində bir şöbə kimi yaratmışdır. Təbii ki, onun da bizə bir çox faydaları vardır. Bizim üçün önəmli olan ölkələrin sayının çoxalmasıdır. Təbii ki, sonrakı prosesdə artıq milli idman, Alpaqut milli idman federasiyalarının yaranmasıdır. O nöqteyi nəzərdən biz işimizi yəni doğru şəkildə, strateji şəkildə həyata keçirdirik. Bizim üçün vacib olan, əsas önəmli olan məsələ odur ki, bu idman növü dünyada daha çox, daha tez bir zamanda tanınsın. Çünki onun rəsmiləşmə məsələləri, yəni müxtəlif ölkələrdə nəzərdə tuturam, rəsmiləşmə məsələləri bunun təbliğatından, dünyada daha çox tanınmasından asılı olan məsələlərdir. Ona görə də bizim ən çox birinci növbədə olan, belə deyək, işimiz bu idman növünün dünyada daha sistemli şəkildə təbliğ olunmasıdır və onun faydalı şəkildə nəinki Azərbaycana, digər ölkələrdə də faydalı şəkildə lazımlı olduğunu, belə deyək, sübut etməkdir. Bugün üçün də ilk böyük qazancımız odur ki, dünyanın bir çox ölkələrində artıq 50-yə yaxın ölkəsində Alpaqut Turan döyüş sənətinin Dünya Alpaqut Federasiyasının nümayəndələri var, nümayəndəlikləri, federasiyaları. Alpaqut Turan döyüş sənəti tədris olunur və bu o deməkdir ki, bizim irsimiz təbliğ olunur, bizim dilimiz təbliğ olunur, bizim məsəl üçün terminlərimiz istifadə olunur. İlk qazancımız bir millət olaraq, xalq olaraq budur. Qaldı ki, yarışlarda, nailiyyətlərdə, yarışlarda böyük nailiyyətlərimiz olub, çox sayılı medallarla, hətta dünya çempionatının komanda hesabında qalibi, dünya çempionatında ikinci yeri tutduğumuz müxtəlif dünya çempionatı, ondan sonra Dünya Kuboku, Asiya çempionatı belə yarışlar olubdur. Ümumiyyətlə, bax, neçə medal qazanmışsınız, gətirmişsiniz, bax, o uğurlarınız. Təbii ki, bu idman səhnələrində qazandığımız medalların sayəsində, əldə etdiyimiz nailiyyətlərin sayəsində Azərbaycan bayrağını yüksəklərə qaldırırıq. Azərbaycan dövlət himni səslənir. Mərhum Ulu Öndər Heydər Əliyevin gözəl bir sözü var. Deyirdi, iki halda bir ölkənin himni başqa bir ölkədə rəsmi olaraq səslənir və bayrağı uclanır. Bir, dövlət prezidenti başqa bir dövlətə səfər etdiyi vaxt və ikinci halda idmançıların qələbə qazanıb, qızıl medal qazanaraq nailiyyət əldə etdiyi halda dövlət himni səsləndirilir və bayraq ucaldır. Bu bizim bir dəfə yox, yəni bir neçə dəfələr, daha çox dəfələr olubdur, davam edirik. Yəni medalların sayını tam deyə bilməsəm də, amma onu deyə bilərəm ki, dünya çempionatında da, dünya kubokunda da, Asiya çempionatında ölkə birinciliyini, məsələn, ümumi komanda hesabında birincilik və ikincilik götürdüyümüz çox olub. Bu əsas da ondan ibarətdir ki, Alpaqut Turan döyüş sənətinin doğuşu Azərbaycandan olduğuna görə, yəni ilk başlanğıcı Azərbaycandan olduğuna görə, məsələn, bizim idmançı sosial bazamız Alpaqut Turan döyüş sənətində daha çoxdur. Müxtəlif təşkilatlar var burada, adlarını qeyd edə bilərəm. Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmi Şurasıdır, Beynəlxalq Ədalətli Oyunlar Təşkilatıdır, Antidoping Təşkilatıdır, Qlobal İdman Növləri Federasiyalar Assosiasiyası, hansı ki, Sport Akord Qaysif deyirlər buna. Arisif var və ya eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi və ayrıca Alpaquta aid etno idman oyunları təşkilatı da var, hansı ki, Qırğızstanda yerləşir. Və Etnosport Konfederasiyası var, hansı ki, Türkiyədə yerləşir və s. Təbii ki, bunlar da hamısı belə deyib, birdən, yəni belə deyək də, sürətli şəkildə gedib üzv olunacaq bir təşkilatlar deyil. O təşkilatlar ki, bu günlərin Olimpiya Komitəsindədir, artıq Olimpiya Komitəsində onların
belə deyək, uzun illərdir, nə bilim, 30 il, 40 il, 50 il, hətta bəlkə də çox ki, fəaliyyətləri var, hansı ki, məsələn, taekwondodur, kickboxingdir və yaxud da muay thaidir və digər idman növləri, sırf mən döyüş sənəti idman növlərini nəzərdə tuturam, hansı ki, onların neçə illərdir artıq fəaliyyəti var ki, hansı ki, onlar artıq dünyada bəlli bir yerə gəlib çatıblar ki, onlar artıq ora üzv olublar və o beynəlxalq təşkilatlara da mərhələ-mərhələ gəlib çatıblar. Ancaq biz 2014-cü ildən fəaliyyət göstərən və nəzərə alsaq ki, 2 ildə bu pandemiya dövrünə düşür və 2 il fəaliyyətsiz bir dövr olubdur. Və bunu da nəzərə alsaq, bu eləyir cəmi 6 il eləyir. Hansı ki, bu 6 ildə biz ilk öncə nəzərinizə çatdırıram ki, Beynəlxalq Döyüş Növləri Komitəsi var. Bu komitənin artıq üyəsiyik, yəni ki, üzvüyük. Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmi Şurası deyilən bir beynəlxalq qurum var ki, hansı ki, burada özünüz bilirsiniz, döyüş növləri çoxdur dünyada. Minlərlə döyüş növü var, amma burada cəmi döyüş növü deyil də idman növü olaraq cəmi 157 idman növü var. Hansı ki, oranın üzvüdür. Biz də o idman Alpaqut Dünya Federasiyası olaraq orada üzvük. Nəzərinizə çatdırıram ki, Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmi Şurası sırf UNESCO ilə bərabər əməkdaşlıq edən bir qurumdur. Və artıq bizim qarşımızda 2 beynəlxalq təşkilat var ki, hansı ki, biz burada artıq sənədlərimizi təqdim etmişik və onların tələblərinə uyğun olaraq bütün hər bir şeyini yerinə yetirmişik. Artıq bizim məsələ ən yaxın zamanda həmin qurumların idarəyyəti tərəfindən bizə cavablar veriləcəkdir. Alpaqutun məna və məzmunu belə adlanır. Döyüşçü, igid, adam, cəsur, cəsarətli, qorxmaz mənalarını bildirir. Yaxınlaşaq digər uşaqlarımıza. Salam, adın nədir? Əli Hüseyn, Neçə yaşındır? 12. Neçə ildir məşğulsan? 2 ilə yaxındır. Necə oldu bu döyüş növünü seçdin? Şallar müəllimi tanıyırdıq, ona görə Şallar müəllimin yanına gəldim. Şallar müəllimi yönəldi. Peşman deyilsən? Hə? Peşman deyilsən? Xeyr. Böyüyəndə bax orta məktəb bitirdin. Hansı sənət seçdin? Biznes. Həm də idmançı olursan. Bəli. Sənin adın nədir? Novruzov Qafur. Neçə yaşın var? 14. Sən necə oldu seçdin? Ya, ümumiyyətlə, mənə valideynlərim seçdi bu döyüş növünü. Mənə də xoşuma gəldi bu döyüş növü. Girdim, baxdım hər yerdən, xoşum gəldi bu döyüş növünə, onun üçün bu döyüş növünü seçdim. Ümumiyyətlə, orta məktəb bitirəndən sonra başqa bir sənətin sahibi olacaksın, yoxsa məhz idmanı seçəcəksən? Bəli, olacam. Mən həkim olacam, onda idmançı olacam, döyüşçü. Uğurlar sizə. Bayaqdan sizin məşqinizi içimdən gəlmədi bölmək. Çünki mən də çox maraqla baxdım və içimdən bir his keçdi ki, kaş mən də bu yaşda olardım və mən də idmançı olardım. Çox təəssüf. Bu bir xəyaldır. Elə isə, bax, tamaşaçılarım ilk dəfədir ki, bizim verilişdə idmanla bağlı belə bir veriliş gedəcək. Və sizin də ürək sözlərinizi eşidək və tamaşaçılarımız sizləri də yaxından tanısınlar. Özünüzü öncə təqdim edin. Qabil Hüseynov, Azərbaycan Alpaqut Federasiyasının hal-hazırda baş hakimi vəzifəsində çalışıram və bununla birgə Şəmkir Alpaqut filialının da rəhbəriyəm.
Məhz niyə bu idman növünü siz seçdiniz? Döyüş növlərinin hamısının baza olaraq tərkibləri bir-birinə bənzəyir. Amma tam bu idman növündə bizim niyə cəmləşməyimiz sırf türk tarixinə əlaqəsi olduğu və bizim ölkəyə məxsus olduğu, ona görə də biz hamımız çalışırıq ki, bizim ölkəyə məxsus olan idman növünün inkişafında bizim də tövsiyəmiz olsun. Hansı ölkələrdə olmusunuz? Tək özünüz yox. Ümumiyyətlə, lap özünüz, tələbələrinizlə, yetişdirdiyiniz bax bu idmançılarla. Biz bir çox idman növlərinin yarışlarında iştirak eləmişik. Amma Alpaqut olaraq hal-hazırda bir neçə illər bizim bir çox yarışlarımız olduğuna görə Gürcüstan, Türkiyə, ondan sonra rəhbərliyimiz Hindistanda seminarlarda olubdu. İraqda bu dəqiqə bizim federasiya çox yaxşı inkişafdadır. Qırğızstan, Türkmənistan və biz də mütəmadi olaraq bu yarışlarda, bu seminarlarda iştirak edirik və bizim bu idman növünün dünyaya yayılmasına çalışırıq. Neçə ildir siz bu idmanla məşğulsunuz bir hakim kimi? Hakim kimi Alpaqut növündə mən ölkədə federasiya yaranıb 8 il, 5 il, 6 il bu vəzifədə çalışıram. Ondan öncə federasiyanın tərkibinə adi məşqçi kimi gəlmişəm. Sonra hakim kimi və ondan sonra rəhbərliyimiz işin nəticəsi olaraq baş hakim təyin edildi. Tanrının buyruğuna uyğun gələrək onun uğrunda döyüşərlərmiş. Döyüşlərdə özlərinə məxsus xüsusi insani qaydaları vardı. Alpaqut rütbəsi Osmanlılarda dünyaya hakim olmağı məqsəd qoyan şəxsiyyəti ifadə edən, akınçıya çevrilmiş alperenlər, akınçılar olaraq tanınmışlar. Alpaqut döyüş sənətinin fəlsəfəsi ondan ibarətdir ki, Alpaqut döyüş sənəti belə deyək, tanrıçılıq fəlsəfəsini özündə əks etdirən bir idman növüdür. Burada xüsusi olaraq hər hansı bir ayinlər falanlar başqa idman növləri kimi həyata keçirtmirik. Sadəcə olaraq qədim türklərin tək tanrıçılıq fəlsəfəsini bu idman növündə belə deyək, ortaq bir dəyər kimi götürürük ki, bütün dinlərdə belə deyək, zaten Allaha inanc var. O nöqteyi nəzərdən bu da bir monoteist bir inanc olduğu üçün, yəni biz bunu belə deyək, sadəcə olaraq burada varlığını belə deyək, həyata keçirdirik və eyni zamanda da qədim türklərin savaşçı olaraq döyüşlərdə qələbə qazanmalarına səbəb olan düşüncələri biz gənclərimizə öyrədirik ki, bax bu düşüncələrə görə bu savaşçılar uğurlar qazanıblar və s. İkinci növbədə burada olan mədəni dəyərlər, hansı ki o mədəni dəyərlər qədim türklərin mədəni dəyərlər, törə qaydaları, hansı ki onların əxlaq qaydaları, tərbiyə qaydaları, böyüyə, kiçiyə hörmət, uşağa hörmət və uşaqla rəftar, böyüklə rəftar qaydaları, hansı ki bunlar bu təsnimat normativlərində də öz əksini tapır. Daha sonra burada olan geyim qaydalarıdır ki, hansı ki biz qədim türklərin geyim qaydası olan, geyimi olan çapan adlanan idman belə deyək, bizim geyimimiz var, hansı ki onu biz təbliğ edirik. Orada onun üzərində şanraq işarəsi var, loqotipdə Alpaqutun Alpaqut əks etdirən dəyərlər var və s. Sizin geyimdə bax bu naxışlar nəyə göstərir? Ümumiyyətlə onu vurğulayım ki, Alpaqut Turan döyüş sənətinin geyimi 3 hissədən ibarətdir. Çapan, şalvar və onun belindəki kəməri, qurşaq, belə deyək.
Alpaqut Turan döyüş sənətinin bütün tüm orijinallıqlarından biri də elə onun geyimi və geyim fəlsəfəsidir ki, ilk olaraq üstündə daşlığın axışlar qədim türklərin tək tanrıçılıq inancını özündə yaşayan şaqraq işarəsidir. Qolunda Alpaqut Turan döyüş sənətinin loqası əks olunur ki, Alpaqut Turan döyüş sənətinin loqasında 6 müstəqil türk dilli dövlətin bayraqlarından götürülmüş rəmzlər ifadə olunur və eyni zamanda inancımıza görə, qədim türklərin inancına görə göy, yəni mavi rəng şərqi və günəşin şərqdən doğması, eyni zamanda Qırğızistan bayrağının rəmzi olaraq günəş, Qazaxıstan bayrağından götürülmüş rəmz qartal, Özbəkistan, Türkmənistan bayrağından, Türkiyə bayrağından götürülmüş ay ulduz, Azərbaycan bayrağından 8 üçəli ulduz və s. və 6 bayraq, 6 ulduz, 3 ulduz bu kənarda, 3 ulduz bu kənarda. 6 müstəqil türk dilli dövlətlərin rəmzi, oradakı ulduz Kuzey Kıbrıs Türk Cumhuriyyətidir və burada qurt başı görünür. Ümumi türk dilli xalqların totem olaraq əks olunmuşdur. Daha sonra burada belə deyək, rütbələr var, iyerarxiya var. Hansı ki, o iyerarxiya qədim türklərdə olan ordu sistemində olan rütbələr, ünvanlar belə deyək, hansı ki, burada Alpdır, Alpataşdır, Bilginabdır, Yarxan, Kürşat və s. Yabqu, Tong Yabqu və s. rütbələrdir. Bax bu kəmər nəyə görədir? Və kəmərin üstündə ulduzlar var. Və bu hissədə də başqa bir işarələr var. Deməli, onu qeyd edeyim ki, müxtəlif döyüş sənətlərində kəmərlər müxtəlif fəlsəfi aydınlıqları var. Alpaqut Turan döyüş sənətində də kəmərlərin öz mənaları var. Qədim türklərdə ümumiyyətlə cəngavərlərin, igidlərin, döyüşçülərin hər birinin belində qurşaq olardı və o qurşaqda onların göstərdikləri igidliklara, bacarıqlarına görə onların rütbələri əks olunardı. Alpaqut Turan döyüş kəmərində 4 kəmər üstüncü var. Ağ, qırmızı, göy, qara. Alp, Alpataç, Bilginalp və qara kəmər isə başlayır yarğan dərəcəsindən. Yarğan yəni divan lüğət türkdən götürülmüş türk terminlərinə görə yararlı, müəllim, öyrədən deməkdir. Birinci, ikinci, üçüncü san ulduz, yarğan əks olunur. Sonra dördüncü, beşinci san tegin, tegin isə usta deməkdir, usta. Sonra gəlir 6-cı, 7-ci san, məsələn, mən də 6-cı sandır, Qabil Kürşat 7-ci sandır. 6-cı, 7-ci san artıq Kürşat. Bu dediyiniz işarələr ki, bunlar işarələr deyil. Qədim türk əlifbası, Urkun əlifbası deyilir. Urkun əlifbasında burada Kürşat yazılıb. Kürşat baş usta deməkdir. Ondan sonra gəlir 8-ci, 9-cu san böyük usta və 10-cu san ən axırıncı, sonuncu kəmərdir ki, olur baş böyük usta Tun Yabqu. Yəni Alp, Alpataç, Bilginalp, Yarğan, Tegin, Kürşat, Yabqu və Tun Yabqu və bir əvəz olunmaz kəmər var ki, Alpaqut Turan döyüş sənətinin yalnız qurucusunda olur. Yəni o Kutsan. Onun üzərində ulduz olmur. Çünki Alpaqut Turan döyüş sənətisinin, məsələn, bizə bu sanları, ulduzları verən Turan döyüş sənətinin qurucusu Vasif Namazovdur ki, yəni o özü döyüş sənətini təsbit etdiyinə görə, icad etdiyinə görə artıq ona bu döyüş sənəti üzrə heç bir kəs dərəcə san verə bilməz. Çünki sanları verən özüdür. Daha sonra burada Açar, Utku, Qınaq, Sarqut adlanan hansı ki bal, belə deyək, xallar var ki, hansı ki bunlar təbliğ olunur. Yarış qaydalarında hansı ki var. Qədim türklərdə rütbə olaraq istifadə edilmiş bu rütbəni almaq üçün qəhrəmanlıq, cəsarət və güclülük tələb olunurdu. Alpaqutlular boylar içərisində imtiyazlı mövqedə idilər. Aşıqpaşa tarixində bildirilir ki, sıra ilə 1. Sağlam ürək, 2. Qol qüvvəti, 3. Məharət, 4. Xüsusi geyim, 5. Ən yaxşı bir yay, 6. Qılınc, 7. Süngü, 8. Mizrab, 9. Yaxşı bir yoldaşa sahib olmaq. Səlcuqlar dönəmində bu rütbə şahzadələrə verilən rütbə olub. Ayrıca İslam dövründə Alpaqutdan çevrilən Alperen döyüşçü, dərviş deməkdir.
Eyni zamanda müxtəlif idman növlərində olan baza texnikləri var, texnikaları var. Hansı ki, burada Alpaqutda daha zəngin biz bunu modern etmişik. Belə ki, əl zərbələri, yəni yumruq yöndəmləri, təpik yöndəmləri, atma yöndəmləri, ayça yöndəmləri, badalaq yöndəmləri, atış yöndəmləri, belə deyək, koruyu yöndəmləri və s. 8 baza yöndəmlərindən ibarət bir zəngin bir baza sistemi yaratmışıq burada. Alpaqut döyüşünün neçə növü var? Alpaqut Turan döyüşçünün hazırda 5 dənə döyüş sistemi var. Hansılar? Bu ayça sistemi, batur sistemi, cayma sistemi, qurşaq və kacut sistemi. Bunların hər birinin tərkib olaraq başqa bir idman növündən gəlmiş idmançının heç biri deyə bilməz ki, mən o döyüş növünün yarışında iştirak eləyə bilmərəm. Ona görə ki, bunların bazası hər biri bir fərqli idman növündə bənzərlikləri var. Məsəl üçün, ayça sistemi karatenin bir neçə növlərindən bənzərliyi var. Batur sisteminin əlbəyaxa döyüşün bir neçə döyüş növlərindən bənzərliyi var. Caymazın, kickboksun, muay thai döyüş növlərindən bənzərliyi var. Qurşağın güləşdir, sambodur, grapplingdir və kacut sistemi də özünü müdafiədir, self-defense. İdmançı hansı növlə məşğul olmasa da fərqi yoxdur. O gəlib bizim yarışlarda iştirak eləyə bilər. Çünki bizim döyüş növünün 5 sistemi də hansısa idman növündən kökü, təməli bənzərlikləri olduğuna görə rahat iştirak eləmək olar. Alpaqut döyüş sənətində ayça, batur, caymaz, qurşaq və kaçut sistemlərini formalaşdırmışıq və bunların hər birisini tamamilə fərqli döyüş sistemləri kimi formalaşdırmışıq ki, onlar heç bir-birisinə bənzəməsin ki, ola bilər ki, hər hansısa bir idmançı gələr, məsələn, o deyər ki, mən istəmirəm, mənim başıma zərbə dəysin. O ayça sistemi ilə məşğul ola bilər. O birisi deyə bilər ki, mən istəyirəm burada qarışıq döyüş sistemi kimi olsun, o batur sistemi ilə məşğul ola bilər. Biri deyə bilər ki, mən ümumiyyətlə istəmirəm orada yerdə güləş falan filan olsun, ancaq ayaqüstü döyüş olsun. Hə, ola bilər, onda o caymaz sistemi ilə məşğul ola bilər. Biri deyə bilər ki, mən sırf istəyirəm güləş sistemi kimi olsun, yerdə sındırıcı boğucu fəndlər olsun. Biz ora qurşaq sisteminə kəmər güləşi, atma fəndləri, çapandan atma, yalın bədənindən atma texnikaları, yerdə sındırıcı, boğucu fəndlərinin hamısını tətbiq etmişik. Və eyni zamanda da bəlkə də bir idmançı gələ bilər, deyir, mən istəmirəm ümumiyyətlə yarışlara çıxım, ancaq özüm müdafiə ilə məşğul olmaq istəyirəm. Və yaxud da ki, elə bir bu günləri bizim sahələrimiz var ki, təhlükəsizlik qurumlarında, məsəl üçün, küçədə, belə deyək də, cinayətkarı zərərsizləşdirmək üçün və s. üçün müəyyən bir texniki üslublar var ki, hansı ki, onları öyrənirlər və s. O, məhz kaçut sisteminə bağlıdır. Bu Alpaqutun da 5 yarış qaydası və 5 döyüş sistemi bu Alpaqutun, belə deyək, zəngin bir idman növü olduğunu təsdiqləyir. Başlayaraq biz bir neçə beynəlxalq yarışlar həyata keçirmişik
burada daxildir. Qaradəniz kuboku, beynəlxalq yarışı, beynəlxalq Kaspi kuboku, Avraziya kuboku, Dünya kuboku. Sadəcə olaraq biz get-gedə bu yarışları həyata keçirməklə eyni zamanda da öz üzvlərimizin sayını artırırdıq və hər beynəlxalq yarışları keçirdəndə bizə olan tələbatlar, belə deyək, ölkələrin sayı və s. çoxalmağa başlayırdı və bunun belə deyək, nəticəsində biz Dünya kubokuna start verdik. Belə ki, Azərbaycanda biz 2006-cı ildə biz Dünya kubokunu keçdik. Azərbaycanda isə 2017-ci ildə biz ikinci dəfə daha doğrusu Dünya kubokunu həyata keçirdik. Daha sonra artıq biz nəzərə aldıq ki, artıq vaxtı gəlib yetişib, biz dünya çempionatını həyata keçirə bilərik. Belə ki, Azərbaycanda biz 2018-ci ildə dünya çempionatını keçirdik və həmin vaxtda bizim dünya yarışmamıza 18 ölkə gəlmişdi. Daha sonra isə biz 2019-cu ildə dünya çempionatını keçirdəndə artıq 24 ölkə Azərbaycanda iştirak edir. Belə ki, biz dünya çempionatlarımızı da eyni zamanda Azərbaycan Gənclər və İdman Nazirliyinin razılığı əsasında onların dəstəyi ilə keçirmişdik. Vətən müharibəsində də Alpaqut Federasiyası çox aktiv şəkildə iştirak etmişdi. 50-yə yaxın bizim idmançımız xüsusi təyinatlarda iştirak etmişdir və onlardan 5 idmançımız şəhid, 7 idmançımız qazi olmuşdur. Və qeyd etmək istəyirəm ki, ondan sonra isə biz artıq 2021-ci ildə artıq 6-cı Azərbaycan çempionatımızı, bu il isə biz 7-ci Azərbaycan çempionatını həyata keçirildi. Azərbaycan nümayəndəliyi, Alpaqut nümayəndəliyi və nəzərə alsaq ki, artıq bu il tamamilə fərqli olaraq tələblər var. Bizim missiyamız tək döyüş arenalarında bayrağımızı yüksəltmək deyil, eyni zamanda Azərbaycan Respublikasının, vətənimizin ərazi bütövlüyünü qorumaq, qədim torpaqlarımıza qayıtmaq, qədim torpaqlarımızı bütövləşdirmək və orada bayrağımızı ucaltmaq ki, Alpaqut Federasiyasının, Azərbaycan Alpaqut Federasiyasında 44 günlük vətən müharibəsində müstəsna xidmətləri olmuşdu. Alpaqut Federasiyasından 41 idmançımız vətən müharibəsində və əksər çoxluq təşkil etməklə xüsusi təyinatlarda xidmət eləmişdi. 5 şəhidimiz olmuşdu, 10-a yaxın qazimiz olmuşdu. Şəhidlərimizdən ikisi isə ümumiyyətlə Dünya Federasiyası tərəfindən beynəlxalq dərəcəli hakim verilmiş çox mühüm, belə deyək, federasiyanın çox mühüm bir dirəkləri idi ki, Allah bütün şəhidlərimizə, bütün cəm şəhidlərimizə rəhmət eləsin. Emil Şamilov və İlkin Məmmədov Alpaqut döyüş sənətinin beynəlxalq dərəcəli hakimləri idi. 44 günlük vətən müharibəsində xüsusi təyinatların tərkibində vuruşarkən hər ikisi şəhid olmuşlar. Olaraq qeyd etmək istəyirəm ki, artıq bir aktivləşmə dövründə başlayıb Dünya Alpaqut hərəkatında. Belə ki, avqust ayında Alpaqut Dünya Federasiyasının 3-cü konfransı keçirildi və bu konfransda qurultayda millət vəkili Jalə Əhmədova,
Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Könül xanım Nurullayeva isə Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti seçildi. Nəzərinizə çatdırıram ki, hər iki millət vəkilimiz Azərbaycan Respublikasının Milli Məclisində idman komitəsinin üzvləridir. Onların idman sahəsində təcrübələri vardır. Alpaqut sözünün tarixindəki ilk türk dövləti olan Hunlardan bəri rütbə kimi istifadə etdiyi təsdiq edilmişdi. Uyğurlarda döyüşçü, müharib mənasında istifadə edilən bu söz olmuşdu. Hunlarda isə ordu komandirlərindən indiki mayor rütbəsinə bərabər gələn bir rütbə olaraq istifadə edilmişdi. Hətta rütbə olaraq da Alpaqut sözü hərbi ilə, döyüşlə əlaqədar bir söz olmuş. Cəsur, igid, döyüşçü mənalarında da istifadə edilmişdi. Vətən müharibəsindən sonra qarşımıza məqsəd qoymuşuq ki, biz daima Alpaqutun, nəinki Alpaqutun, şəhidlərimizin hamısı bizim üçün əzizdir. Əsas olaraq bizim bir komandanın üzvü olan şəhidlər istər-istəməz biz onlara daha gözəl münasibətlərimiz olub, onlarla qardaş olmuşuq və onları da yad etmək, onların belə deyək də xatirəsini əbədiləşdirmək də bizim üçün bir, necə deyək, simvolik olaraq bir rahatlıq tapacağıq, mənəvi cəhətdən bir rahatlıq tapacağıq biz bunu həyata keçirərək. Yəni, düşünürəm ki, biz gələcəkdə də onların belə deyək, xatirəsini hər zaman əziz tutacağıq. Su torpağa qarışanda palçıq, qan torpağa qarışanda vətən olur. Elə şəhidlərimizin qanı ilə də bir vətən oldu. Vətən bax o vaxt bütövləşdi, bütöv oldu və Azərbaycan adını dünyaya çatdırdı şəhidlərimizin qanı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də Allah can sağlığı versin. Bugün bu soyuqda döyüşən bütün əskər və zabitlərimizi də Allah qorusun. Hər iki müəllimin, Rafiq müəllim və Qalib müəllim sizin icazənizlə tələbələriniz yaxınlaşsın və burada elə Qarabağ Azərbaycandır deyib biz də sizlərə sağ ol deyək. Qarabağ Azərbaycandır!